Salam, hər vaxtınız xeyirli olsun dəyərli izləyicilər. Biz hal-hazırda ölkədə olan iri yükdaşıma şirkətlərinin həm tanıtımı, həm də yeni işçi qüvvələrinin cəlb olunması ilə bağlı layihəyə başlamışıq və bu layihə çərçivəsində bizim qonağımız Emtrans MMC şirkətinin direktoru Ayaz Allahverdiyevdir. Ayaz bəy, salam, necəsiniz? Salam, hər vaxtınız xeyir, xoş gəlmisiniz. Neçə ildir bu sahədə çalışırsınız, bu sahədə fəaliyyət göstərirsiniz? Mənim özüm 20 ildən artıqdır ki, bu sahədəyəm, bu şirkətdəyəm. Bu şirkətdə bütün vəzifələrdə çalışmışam. Xəzinədar, maliyyə sahəsində, hüquq sahəsində operator kimi çalışmışam və artıq 4 ildir ki, şirkətdə direktor vəzifəsindəyəm. Ümumən demək istəyirəm ki, bu sahədə işləmək istəyən adamlar çəkinməsinlər, həmişə öyrənməyə açıq olsunlar, məsuliyyətli olsunlar və səbirli olsunlar. Gec-tez bu səbrin nəticəsini görəcəklər. Hər işdə olduğu kimi, əminəm ki, burada da işin asan və çətin tərəfləri var. Bunu siz öz üzərinizə götürsəz, sizin üçün bu işdə asan və çətin tərəflər hansılardır? Avtomaşınların idarə edilməsi, sürücülərin idarə edilməsi, avtomaşınların təmiri, həmçinin davamlı məsuliyyət, risklər, düzgün qərarların vaxtında verilməsi, bunlar deyərdim ki, işin çətin tərəfləridir. Sistem qurulandan sonra proseslərin axıcı davam etməsi bu işin hardasa asan tərəflərindən biridir. Və ancaq bu sistem qurulması da qısa bir zamanda əldə olunan bir şey deyil, buna illər, zamanlar lazımdır. Sizi bəs digər yükdaşıma şirkətlərindən fərqləndirən əsas xüsusiyyətlər hansılardır? Etibarlı olmağımız, xidmətimizin keyfiyyətli olmağı, daim müştərilərimizə dəstək olmağımız, onların yanında olmağımız. Yeni bir təcrübə proqramına artıq başlanılır və bura işçilər cəlb olunur. Həm peşəkar sürücülər və sürücü olmaq istəyən insanlar yönləndirilir. Məsələn, onlar imtahanlar verir və müəyyən sertifikatlar alır uğurlu olduğu halda. Belə olduğu təqdirdə, məsələn, sizin şirkət o işçilərə işlə təmin edəcəkmi? Onlara hər hansı bir iş vədi verə bilərmi, yoxsa necə? Doğrudan da etibarlı, yaxşı sürücülərə tələbat var, hər bir nəqliyyat şirkətində. Bildirmək istəyirəm ki, bizim özümüz də şirkət olaraq belə bir sürücülərin yetişdirilməsində dəstək göstərə bilərik, təlimlər keçirdə bilərik. Həmçinin təlimlərdən sonra sertifikatlar veriləndən sonra bu sürücüləri işlə təmin edə bilərik. Ustaların yanına təcrübəçilər götürür, onları öyrədirik, yetişdiririk və daha sonra işlə təmin edirik. Amma düşünürəm ki, bunu daha da bir qlobal səviyyədə etməyimiz, ümumən tək biz yox, ümumi AİNAın köməkliyi ilə qlobal səviyyədə etməyimiz daha yaxşı olar. Yeni yükdaşıma şirkəti açmaq istəyən vətəndaşlara nə kimi məsləhət verə bilərsiniz? Uzun illər bu işdə olan, yetərincə təcrübəyə malik bir insan kimi. Daim öyrənməyə açıq olsunlar, məsuliyyətli olsunlar, etibarlı əlaqələrə üstünlük versinlər. Çünki burada müştərilərlə əlaqələr də daha çox önəmlidir. Bu işdə təcrübə qızıldan da bahalıdır. Mənim fikrimcə belədir. İntizamlı olsalar, məsuliyyətli olsalar və səbirli olsalar, düşünürəm ki, nəticə əldə edərlər.